أحسن الله إليك. Qeyri-İslam ölkələrində azlıq halında yaşayan və Allahdan başqa heç bir himayədarı və dayağı olmayan müsəlmanların sığorta etdirmələri caizdirmi? Belə ki, sığorta şirkəti aylıq ödənişlər müqabilində insan öldükdən sonra onun uşaqlarının dolanışığını öz üzərinə götürür. Bu məzmunda çoxlu suallar var. Mənim sığorta müqavilələri haqqında bildiyim budur ki, onlar qazanc və ya zərər ehtimalı üzərində qurulur. Bu əsas üzərində qurulan hər bir müqavilə əslində qumar sayılır. Uca Allah isə öz kitabında qumarı haram etmiş və onu içki ilə və bütlərə ibadətlə yanaşı zikr etmişdir. Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoş edici içki də, qumar da, tapınmaq məqsədi ilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Sizə bir misal çəkim. Tutaq ki, bir şəxs avtomobilini sığorta etdirir və hər il 1000 dirhəm ödəyir. Bunun müqabilində sığorta şirkəti avtomobilin başına gələcək hər hansı zərəri ödəməyi öz öhdəsinə götürür. İstər tam yararsız hala düşməsi, istərsə də sadəcə zədələnməsi halında. Əgər bir il keçər və avtomobil nə tam yararsız hala düşər, nə də zədələnməzsə, bu halda qazanan sığorta şirkəti, uduzan isə sığorta etdirən şəxs olur. Yox, əgər avtomobil tamamilə yararsız hala düşər və ya ciddi şəkildə zədələnərsə, sığorta etdirən şəxs şirkətə ödədiyindən daha artıq məbləğ geri alar. Bu halda isə qazanan o, uduzan isə sığorta şirkəti olur. Bu cür qazanan və uduzan prinsipi üzərində qurulan hər bir müqavilə qumar sayılır və buna görə də haramdır. Lakin mənə deyirlər ki, bəzi ölkələrdə insanları buna məcbur edirlər. Deyirlər ki, mütləq sığorta etdirməlisən. Belə olan halda müsəlman nə etməlidir? Mənim fikrimcə, məcbur edildiyi məbləği sığortaya ödəyər. Lakin bunu bir müqavilə olduğuna etiqad edərək deyil. Əksinə, bu ödənişi haqsızlıq nəticəsində əlindən alınmış bir ödəniş hesab edərək edər. Sonra əgər onun malına heç bir zərər dəyməsə, bu Allahın ona olan lütfü və mərhəmətidir. Ondan alınmış pul isə haqsız şəkildə götürülmüşdür və həmin haqqı qiyamət günü qarşısına çıxacaqdır. Əgər ona zərər dəyərsə və həmin zərər ödədiyi məbləğ qədər olarsa, bu onun əvəzindədir. Əgər zərər ödədiyindən daha çox olarsa, bəli, əgər ona zərər dəyməsə, demək istəyirəm ki, bu adamın malına zərər dəyməsə, onun ödədiyi məbləği sırf haqsızlıqla əlindən alınmış pul hesab edirik. Həmin haqqı qiyamət günü qarşısına çıxacaqdır. Əgər bu pulları ödəyən şəxsin avtomobilinə dəymiş zərər onun ödədiyi məbləğdən daha artıq olarsa, yalnız özünün ödədiyi qədərini götürər. Yalnız o qədər. Fərz edək ki, avtomobilə dəymiş zərər onun ödədiyi məbləğdən artıq olarsa, onda yalnız şirkətə ödədiyi qədərini götürməlidir. Artıq olan hissəni götürməməlidir. Bu şəkildə mənim fikrimcə məsələ İslam şəriətinə uyğun olmuş olar. أفريت من اتخذ إلهه هواه وأضله الله على علم وختم على سمعه وقلبه
وختم على سمعه وقلبه وجعل على بصره غشوة فمن يهديه من بعد الله أفلا تذكرون